Hamıya salam. Gəlin sizə Barış Akarsuy'un qısa lakin iz qoyan həyat hekayəsini danışım. Barış Akarsuy 29 iyun 1979-cu ildə Zonguldak vilayətinə Amasra şəhərindən anadan olub. Uşaqlıqdan musiqiyə böyük marağı olan Barış gitar və bir çox musiqi alətlərini ifa etməyi öyrənmişdir. 2004-cü ildə Akademiya Türkiyə adlı musiqi yarışmasına qalib gəldi və bu uğur onun bir anda musiqi dünyasına ilk adımı olmuşdu. 2005-ci ildə isə ilk albomu olan Islaq Islaq yayımlandı və dalıyca da 2006-cı ildə ikinci albomu Düşmədən buludlara koşmaq gərək çıxaraq onun şöhrətinə şöhrət qatmışdır. Bu albomlar Barışı Türkiyədə rock musiqisinin çox sevilən siması etmişdir. Musiqi kariyerası ilə yanaşı o aktyorluğa da ilk adımı atmışdır. Yalancı Yarim serialında baş rol təklifi almış və ilk aktyor işi olmasına baxmayaraq çox uğurlu olmuşdur. Yadımdadır, serialı gülərək sevə-sevə izləyirdim. Nəinki mən, bu iş geniş kütlələr tərəfindən sevilmişdi. 2007-ci ildə Kral TV mükafatında ən yaxşı rock sənətçisi kimi seçilmişdir. Bu onun sənət həyatında mühüm zirvə idi. Amma təəssüf ki, həyatı çox qısa sürdü. 28-ci ad günündə, yəni 29 iyun 2007-ci ildə Bodrumda baş verən avtomobil qəzasında ağır yaralandı. Bir neçə gün xəstəxanada qaldıqdan sonra 4 iyul 2007-ci ildə cəmi 28 yaşında dünyasını dəyişmişdir. Onun xatirəsi unudulmadı. Amasrada heykəli ucadıldı. Qəzanın baş verdiyi yol isə Barış Kavşağı adlandırılırdı. 2022-ci ildə isə Barış Akarsuy'un həyatını göstərən Barış Akarsuy Merhaba adlı film çəkildi. Film Barışın həyatını, karyerasını və faciəvi sonunu əks etdirir. Bu filmdə Barışı İsmail Ege Şaşmaz canlandırmışdır. Demək olar ki, İsmail Ege Şaşmaz Barış Akarsuy'u o qədər yaxşı canlandırmışdır ki, izləyərkən adam bəzən gerçəkdən Barışı izlədiyini zənn edir. Bəlkə də mənə elə gəldi, amma üz cizgiləri, jestləri, səhnədəki duruşu Barışı xatırladır. Hətta bəzi səhnələrdə sanki Barışın özü geri dönüb bizə salamlayırmış kimi görsənirdi. Barışın musiqisi, enerjisi, gülüşü vəfat etməsəydi nələr edə biləcəyini insanın ağlından çıxmır ki, çıxmır. Bəlkə də indi Çağatay ilə Arasla rəqabət aparacaq qədər peşəkar bir aktyor sayılırdı. Filmi təkcə bir sənətçinin deyil, bir dövrün ruhunu xatırladır. Barış Akarsuy bu dünyadan tez getsə də, mahnılarda, xatirələrdə və bu kimi filmlərdə izləri hələ də qalır. Qısa ömrünə baxmayaraq, Barış Akarsuy Türkiyədə rock musiqisinin unudulmaz adlarından biri olaraq yadda qaldı. O, Barış Manço, Cem Karaca kimi insanların davamçısı kimi yad edilir. O bizim üçün hər zaman 28 yaşında olaraq qalacaq. Allah rəhmət eləsin deyirik.